Allah hər adamın qarşısına elə günah çıxardacaq mütləq ki, ona dözmək çətindir. Yoxsa ki, hamı üçün eyni günahlar olsaydı, biri üçün o qədər bizim siyahı tutaram ki, günahlar var ki, bizim yadımıza düşmür onlar. Mənim yadıma düşmür, sənin yadına düşür, sənin qabağına onu çıxardacaq. Səni onunla imtihan olunacaq, eləyəcək. Mən onunla imtihan eləməyəcək, bu mal kiminsə malıdır, götür ya götürmə, mənim üçün imtihan deyil. Mənim üçün ağlıma gəlmir ki, kiminsə malını götürün cibimə qoyun. Amma bir başqası üçün o imtihandır. İmtihanlığı nədədir? Səbr etməkdə. Mövzu itayətə və günahdan çəkinməyə səbr eləməkdədir. Əmsal budur, ölçü budur, şəxsiyyətin meyarı budur. Günahdan çəkinməyə dəyər verən səbirdir. Hansı günahdan çəkindin? Çətin idi? Bəli. Səbr elədin? Bəli. Buyur cənnətə. Yoxsa yox. Hər günahdan çəkinməyə cənnət verməzlər. O yaxşılıqlar ki, səbirlə idi, o yaxşılıqlara qiymət verəcəklər. Onu etmək üçün səbr lazım idi. O pisliklər ki, səbrlə tərk eləməliydin, onlara qiymət verəcəklər. Sən itayətlər içində keyfə uyğunları seçmirsən, bir xətt düzətmirsən, itayət xətti istəyirsən, bundan gedəsən, yox, mütləq hadisələr alt-üst eləyəcək. Allah alt-üst eləyəcək hadisələri. Bir hadisə çıxardacaq qabağa ki, səndən tələb olunan bir itayət növü var ki, istəmirsən gələ o itayət eləyəsən, səbr eləyəsən, itayətin çətinliyinə. Bütün şey burada həll olur. Burada qiymət verilir. Buna uyğun sən cənnət alırsan, cənnət qazanırsan. Allah çətinlik çıxardacaq, hadisələr çətinlik çıxardacaq, özünü aldatma. İtayətin elə bir növü lazımdır ki, qarşılaşacaqsan ki, o itayəti çətin eləyəsən. Bir adam itayət eləyirdi öz istədiyi kimi. Xoşuna gəlir də, itayətin bəzi növləri var bizim xoşuna. Bir gün deyəcəklər ki, bunu elə. Bu itayətin bu növünü ki, heç ürəyin istəmir onu eləmək. Sən səbr eləyib o itayəti edəcəksən, ya etməyəcəksən. Həll edici məqam budur. Hadisələri bir görün, elə cərəyan elətdirdi ki, ən xoşlamadığın itayət çıxdı qabağa. Vay bundan çəkinirdim, gəldi çıxdı qabağa, deyə göstər özü. Səbri göstər, səbri. Səbrin nə qədərdir? Çünki çətin hadisədə səbir lazımdır. Allaha yaxınlaşmaq səbirlə mümkün olur, ibadətlə yox. Allahla münasibət, Allaha yaxınlaşmaq ibadət itayətlə deyil. Hərçənd ki, bəzi yerlərə deyir, ibadətlə Allaha yaxınlaşsan. Sözün başqa şeylədir. Allaha yaxınlaşdıran səbirdir. Hansı şeylərə səbr edirsən, o sən Allaha yaxınlaşdırır. İbadətin hər növü yox. Yaxınlaşdıraraq bir zərrə. Amma səbir sən Allaha yaxınlaşdırır. Elə bir quruq düzəltməyin çevrə, quruq özüm qəsdən deyirəm, belə cəmaat işlədir də, bir çevrə düzəltməyin ki, hamı bir-birinə xasiyyətcə uyğundur. Səfərə də çıxanda, mən otaqda filan kəslə sal. Niyə görə? Heç birində bir ziddiyyət yoxdur. Bəzi adam var çətin deyir, məndən